Salam, xoş gördük hər birinizi. Necəsiz? İnşallah ki, yaxşısınız. Mən də biraz aradan sonra istədim yenidən güllərimi çəkim göstərim sizə ki, hansı güllərim qalıb, hansıların vəziyyəti necədir. Başlamaq istəyirəm bu polkamdan. Həmişəki kimi burada yerləşdirmişəm. Yuxarıda mənim sarmaşığım var. Bundan bir qab belə əkmişəm. Heç yerini tərpətmirəm. Burada qəşəng qalıb. Bir də suda var məndə. Suda da belə qəşəngdir. Çiçək falan açırlar. Yerin bu sevdiyinə görə qəşəng belə yaşıllaşır. Belə aşağıya qədər də düşüb. Sonra burada yuxarıda bu gülüm var. Bu deyəsən ruj çiçəyi. Türklər belə deyir. Ondan da hələ ki çiçək atmayıb. Amma bunlar yeni çıxan budaqlarıdır. Sonra burada bu gülüm var. Bunun torpağını dəyişdim. Xoşuma gəlmirdi. Yarpaqları saralmışdı. Desin bir yarpaq idi. Qırdım onu. Yəni kəsdim. İki yarpağı qalıb belə. İnşallah ki bitər. Sonra burada belə bir gülüm var. Əkmişəm burada tək bir qal. Yanında bunun yarpağı ağlı olanı da vardı. O qurudu. Sonra bu sarmaşığım var. Buradan da yeni yarpaqlar çıxarıb. Sonra burada mələk qanadımdır. Bir yerə əkmişəm. Hamısını yerləşdirdim bir qaba. Sonra bu sarmaşığım var. Bunlar maşallah ki yaxşıdırlar. Sonra bu da var. Bu da çoxdandır yarpaq çıxarmırdı. Amma o gün baxıram ki burada belə bir balaca yarpağı var. Sonra bu gülüm də var. Bunun yanına da kəpənək gülü düşüb. Sonra bu gülü heç sevənmədim. Yəni ki həvəslə aldım, amma bitirə bilmirəm. Nəsə yaxşı inkişaf eləmirlər. Sonra bu da var. Bu da nəsə yaxşı inkişaf etmir. Elə bilməm, qabı böyükdür, nədirsə bitmədilər. Belə bir sarmaşığım da var. Sonra bu da var. Burada da mələk qanadlarıdır. Bunların bir 4 sortu bir yerə əkmişəm. Amma nəsə yaxşı böyümürlər. İnşallah onu qabını dəyişəcəm. Sonra burada hoyam var. Belə bir gülüm də var. O da qabını dəyişmişəm. Yeni özünə gəlir. Sonra burada şefleramdır. Maşallah şefleram çox böyükdür. Sonra burada mələk qanadımdır. Burada da 3 sort əkmişəm. 3 sortdur. Sonra bu ana ürəyi çiçəyimdir. Begoniyadır. Çiçək var üstündə. Sonra burada aşağıda daraq gülünün bu yarpağı belə olan formasıdır. Burada dua gülümdür. Dua gülümdən qalan bu oldu. O birlər hamısı xarab oldu, getdi. Mən də gördüm ki yaxşı bitmirlər, atdım hamısını. Yəni çox əsəbləşdirdilər mənim. Sonra budur, deyəsən kuşkonmaz deyirlər buna. Bu da yaxşıdır. Qəşəng maraqlı bir güldür. Bu sarmaşığımdır. Bu da nəhayət ki bitdi. Sonra bu da yeni yarpağı çıxıb. Sonra bu deyəsən malaçoydur. O da yaxşıdır. Bu da demək olar ki güllərim qalanlar yəni yaxşıdırlar. Bu sarmaşığı da budadım belə əkdim. Yeni əkdiklərimdəndir bu kök atıblar. Əkmişəm torpağa. Buradadır. Sonra baxın bunun ortadan çiçəyi olacaq inşallah. Drasenamdır. Qabını dəyişmişəm. Qəşəngdir. Sonra sarmaşıqlarımı da iki qaba yerləşdirmişəm. Arxadakı güllərim də qəşəngdir. Sonra aşağıda sansveriyamdır. Belə qabda əkmişəm. Bunu qıvırcıq forma olanıdır. Arxada bir qabdır. Kohleramdan qalan təkcə bu oldu. Xarab oldu, getdi. Baxın, bunlar da burada belə. Yaxşıdırlar bunlar. Sonra daraq gülümdür. Qoymuşam burada tək belə. Sonra burada yəqin ki bilirsiniz, bu mələk qanadları əkmişdim bura 3 sort. Bunlar da maşallah qəşəngdir. Bu aglaonemamdır. Bu da qəşəngdir. Belə drasenam var burada. Sonra sizə açın bu pəncərəni.
və çöldən göstərim sukulentlərimi. Baxın, o sukulentim çiçək açıb. Sonra orada kaktusum var, üstündə çiçək var. Belə. Baxın, orada neçə 2 cür deyəsən kaktusdur. Əkmişəm. Hamısı maşallah. Bunlar da penoplasın içinə əkmişəm. Baxın, çiçəklidir. Çoxsun əkdim ora. Balaca qabda gördüm. Yaxşı bitmirlər. Deməli, fikir verdim ki, sukulentlərə belə böyük qabda daha yaxşı bitirlər. Sonra burada sizə göstərim. Baxın, bu yadımdan çıxıb adı. Xoşuma gəlmirdi bitməyə. Getdim yanına kaktusun belə budaqlarından atmışam, amma indi ikisi də bitib. Sonra burada belə əkmişəm. 3 cür kaktusdur. Əlimə düşənlərdən də atmışam, bitiblər. Sonra sizə göstərim bu kaktusu. Buna baxın. Yanından nə qədər çıxıb. Deməli, bunun bu yayı qalsın burada. İnşallah üzü payıza belə böyük bir qaba keçirəcəm. Bu da var, bitib. Bunlar da. Sonra burada göstərim sizə. Kaktuslarımdır. Yanlarında da sukulentlər, balaları. Baxın. Hamısı maşallah qəşəng bitiblər. Bu kaktusum nə qədər çiçək açır. Artırdı sukulentlərim də burada sukulentlərdir. Baxın, hamısı maşallah qəşəngdilər. Sonra burada bunları yeni əkmişəm. İnşallah ki bitərlər. Bu gülüm də qəşəngdir. Sonra burada belə palmam var. Bu nəsə xoşuma gəlmədi. Bunu da murka qabını 2 dəfə dağıdıb yenə əkmişəm. İnşallah ki bitər. Bu da monsteramdır. Sonra bu gülümdür. Baxın, bunlar yaxşıdırlar. Sonra gəldim bu biri otağın pəncərəsini. İndi bilməm buradan gün necə düşür. Amma yenə çəkəcəm. Deməli, bu mənim silver olan deyəsən. Silver olan sansveriyamdır. Baxın, buradan maşallah 2 dənə belə balası da bitib. Çox qəşəng bitiblər. Sonra burada artırdıqlarımdır. Burada hər sortundan var. Yəni, yarpağı belə sarı olan, bundan, sonra bu olandan var və onların da yeni balaları çıxıb. Bu da hoyamdır. Bu deyəsən sadə olan adi hoyadır, amma maşallah qəşəngdir. Sonra bu sansveriyamdır. Bunun bu balaca olan formasıdır. Bundan da burada bir qab əkmişəm. Sonra bu adı yadımdan çıxır. Süd ağacı. Süd ağacı. Baxın, yuxarısındadır. Sonra yanında da artırmışdım. O da bitib. Və bu da mənim ən sevdiyim ulduz çiçəyimdir. Maşallah yeni balaları çıxır. Çöldə də begoniyalarımdır. Burada setkadan görsənmir. Orada kaktusdur, kalonşolardır. Sonra begoniyaları qoymuşam ora. Görsənmirlər setkadan. İnşallah onları bir gün çıxarıb əlavə göstərərəm sizə. Baxın, burada da bir qabda əkmişdim sukulentləri. Bir də oradan o yaqut kolyesidir deyəsən. Onu əkmişdim. Amma o bir balaca budaq yayılıb bütün qabı tutub. İndi vaxt edib onun içindəki sukulentləri seçib çıxarmaq lazımdır ki, onlar bu artsın ora. Sonra belə kaktusumdur. O qaynana topuzu olan kaktusdur. Sonra burada da belə kaktusum var. Və bu qədər. Güllərim bu qədər nədir? İnşallah siz də bəyənib fikir bildirməyi unutmayın. Hələlik sağ olun.